Salam aziz dostlar, axşamınız xeyirli olsun. Deməli dostlar, çərçivələrimiz təmir ediləndən sonra bunlara simləri çəkirik. Simləri necə bərkitmək olar çərçivələrə dostlar, yəni tarım. 2023-cü ildə mən bu çərçivələri simləmək üçün bu qurğunumu deyim hazırlayanda paylaşmışdım YouTube kanalımızda və yani bütün bunlar elimin altında nelerden hazırladığımı bunları da söylemiştim. Yani hiçbir şey burada alınmayıb. Yani her bir şey özüm nedense hazırlamışam. Adi bu baxın çarxlar da taxtadan hazırlamışam dostlar. Ne için? Yani arıçının işini çok yüngülləşdirir, çox rahatlaşdırır. Deməyim nədir dostlar? Bu gecə vaxtı indi mən müəyyən qədər çərçivələri simləmişəm, müəyyən qədər qalıb. Sadəcə bir şey yadıma düşdü ki, yəni YouTube kanalımızda, bilmirəm yoxsa Facebook kanalında 2023-cü ildə bir izləyicimiz yazmışdı ki, mən əllə, yəni dədə-baba üsulu ilə daha tez simləyəcəm çərçivələri. Dostlar, baxın, adi bir yolla mən sizə göstərim ki, yəni o dədə-baba qaydaları çox yaxşı qaydalardır, çox gözəl qaydalardır. Amma elə şeylər var ki, o dədə-baba qaydaları orada keçərli deyil. Yəni vaxt etkisi. Amma burada vaxt çox az gedir dostlar. Baxın, çərçivəni yerləşdirdim. Bir balaca buradan sıxdım. İndi baxın ki, nə qədər vaxt gedir. Həm də ki, o çərçivələri simləyərkən o sim dolaşır əl ayağa. Yəni çox əziyyət olur dostlar. Baxın. Şimdi burada biraz gözüm görmür diye. Hem de ki çok keyfiyyətli tarım artılır dostlar. Yani burada belə bir çətinlik yoxdur. Ötən illərdə mən hər iki tərəfini buradan tikirdim steplerlə. Amma gördüm ki yox, bu yaxşı bir yol deyil. Nə üçün? Bir tərəfini baxın bu cür bağlayıram. İndi göstərəcəyim sizə. Baxın dostlar, buradan dartılır. Baxın, kısa bir zamanda nə ilişir, nə dolaşır, heç bir problem olmur. Baxın dostlar. Vəssalam. Gördünüz nə qədər vaxt getdi dostlar. İndi baxın. Bunu bir balada yenə də açırıq. Deməyim odur ki, baxın dostlar. Mükəmməl qaydada simlənir, çərçivələr bərkidilir. Yenə də baxın, yerləşdirdim. Onu demək istəyirəm ki, dostlar, nə üçün hər iki tərəfdən tikmirəm? Baxın, sonra bu stepləri, məftillərini buradan çıxartmaq həm əziyyət olur, həm də ki, iki tərəfdən əgər tikiləndə ola bilsin ki, baxın, simlər ləsəlir, istər-istəməz bal süzümündən sonra və yaxud şanları kəsib doğrayandan sonra ləsəlir az miqdarda. Amma o ləsələndən sonra onu dartmaq yəni olmur. Çünki mütləq gərək bu steplerdən ayrılar.
Amma bir tərəfini bağlayıb, digər tərəfini tikirəm tam yaxşı qaydada. Baxın. Yəni bu alınmayıb dostlar. Bunu mən özüm hazırlamışam. Bir neçə il bundan əvvəl YouTube kanalımızda da paylaşmışdım. Facebook'ta da paylaşmışdım. Yəni heç bir şeysiz. Yəni tullantı materiallardır demək olar ki burada. Görürsünüz, rahat dartılır. Yəni bir qədər də bunu təkmilləşdirə bilərəm. Amma ehtiyac duymuram. Yəni məni qane edir, məni bəs edir. Baxın, bu tərəfini mən bağlayıram. Digər tərəfini isə tikəcəyəm. Ha, necədir dostlar? Süper. Baxın. Buradan tutub, baxın, qaxtaladım. Bir, iki. Əssalam dostlar. Bu da bizim çərçivələr. Budur ki, sağ olun. Gecəniz xeyrə qalsın əziz dostlar. Bir şey də qoydum. Baxın, bu tərəfdən çərçivələri həmişə baxın, bu cür steplerlə tikirəm ki məfdili dartanda bu taxtanı kəsməsin. Taxtanın bəzən darım çəkilir, amma sonra bu taxta kəsildikcə o simlər ləsəlir əziz dostlar. Budur ki, bax bunu da sizə qoy göstərim. Super.